Düşdüm aşağı, gedirik. Əslində biraz tez gəlməyimin səbəbi qabaq hissələrdə park eləməyə yer tapmaq idi. Sizcə kimə düşmüsünüz? İndi sizə hədiyyəni göstərmək istəyirəm. Bəzəkli də var, üstündə yazı yazılan belə bir şeylər də var. Amma bu Happy Birthday idi. Vision board hazırlamaq üçün gəlmişəm bir neçə şeylər almağa. İndi bunu hazırlayaq, göstərəcəm sizə. Vision board. Mama bu bir sutka burada qalacaq. Hamıya salam, kanalıma xoş gəldiniz. Yeni bir videoyla qarşınızdayım. Artıq hazırlaşmışam, bu formada geyinmişəm və birazdan evdən çıxacağam. Bu arada ikinci kursam, ikinci smenəm, axşam gəlirəm evə. Yəni bunun da bir zorluluğu var öz yerində. Belə geyinməyimin xüsusi bir səbəbi də var. Bugün uşaqlarla Secret Santa oynayacağıq və mən kimə düşmüşəm açığı bilmirəm və kim mənə düşüb onu özü də bilmir böyük ehtimal. Yəni ümid edirəm ki, qulağına çatmayıbdı. Nəysə, hədiyyəmi hazırlamışam, artıq burdadır, sizə də göstərərəm. Hədiyyəm bu formadadır. Belə. Ümidvaram ki, bəyənər hədiyyəsini. İndi bunu bunun içinə qoyacağıq və bu arada belə bir not da yazmışam. Hamısını dedim uyumlu seçim. Bu da Kuloka uyumludur. Uyumlu şeyləri çox xoşlayıram da. Merry Christmas'ını da təbrik eləmiş oluruq bu arada. Bəli, indi düşdüm aşağı, gedirik. Bunu o biri tərəfə qoyacağam. Nə formada qoyacağam heç özüm də bilmirəm ki, içindəkilər tökülməsin. Bunu belə əyib qoyacağam ki, sürdükcə maşını içindəkilər sirkələnməsin. Bəli. Bu arada yeni maşınımla bağlı video istəyənlər var ki, nəyə görə yeni maşınınla bağlı videolar falan çəkmirsən? Ağlımda çox qəşəng bir fikir var, yəni maşınla bağlı. Deməli, yeni maşınım üçün aksesuarlar falan sifariş eləmişəm. Maraqlı qeyri-adi, yəni burada tapmadıqlarımdan falan nə varsa sifariş eləmişəm. Və indi onun gəlməyini gözləyirəm. Biraz karqomda gecikmə falan var. Ona görə hələ ki çəkməmişəm. Amma yəqin ki, yaxın günlərdə gələr və çəkəcəm. Deməli, çox tez çatmışam. Çox tez çatmışam deyəndə, yəni yarım saat tez çatmışam. Burada da parking elədim. Əslində biraz tez gəlməyimin səbəbi qabaq hissələrdə park eləməyə yer tapmaq idi. Mən gələndə həmişə buralar dolu olur. Bilmirəm niyə də, yəni qabaqları həmişə doldururlar. Hədiyyələrimiz. Kimə alıbdı, mən bilirəm, amma həmin adam bilmir. Bu onun hədiyyəsidir. Özünə yaraşan bir şey hazırlamağa çalışdım. İndi bu da mənim hədiyyəmdir burada. Hələ ki qalxmamışıq yuxarıya. Amma sənin də hədiyyən çox maraqlıdır. Sən kim düşüb Sergi? Düşdüyüm adam bilmirik. Sən bilirsən sənə kim düşüb? Yəni sən kimə düşmüsən bilirsən? Təxmin eləyirəm. Mən də təxmin eləyirəm. Çünki hamıdan soruşmuşam, hamını bilirəm, bir dənə özüm bilmirəm. Yemin baxım. Sizcə kimə düşmüsünüz? Məncə mən qıza düşmüşəm, amma adını bilmirəm. Təxmin elə bir dənə. Bir dənə at ortaya, bir dənə ad görək düz çıxacaq. Xəllova. Bəli. Bəs sən? Sən Ayşə? Mən heç bir fikrim yox. Qıza düşmüşəm. Mən də düşünürəm ki, Fidana mən düşmüşəm. Xəllova ya. Deyəsən bu Xəllova nə alıbdısa belə hamı. Xəllovan görmüsünüz? Sən kim düşüb, kim düşüb? Bilmiyorum. Ya, olsa deyildi. Deyildi kameraya gizlində, olsa baxan adam уже bilmiş olacaq. Hədiyyəsi ilə oturub sən videoya baxacaq. Bu bizim starstamızdır və kimə düşübdü özü də bilmir. Amma mən bilirəm. Mən bilirəm. Bilirsən. Çox qəşəng. Sən kim düşüb Nuray? Kim düşüb sənə? Daha desən oldu. Buradakılardandır. Təkərə düşdü, təkərə düşdü. Kim? Hə, bayaqdan axtarışdadır. Deməli, sənə kim düşübdü? Görəm Oliviyadan falan nəsə almısan. Bəli. Deməli, mənə Fərhad düşüb. Ona baxım seti almışam. Baxım seti. Sən baxım setini almısan? Göstər də maraqlı gəldi. Ha, üçü bir yerdədir. Üz, saç, bədən.
Yaxşı belə göstər, kamera görsün ancaq. Kamera görsə Azərbaycan gördü. Qəşəngdir. İndi sala bilərsən. Sən nə almısan? Mən bir neçə şey almışam. Hədiyyə qutusu düzəltmişəm. İndi Ləman mənim notumu oxuyur. Sən hazırsan? Axır ki evə gedirəm. Gəlmişəm burada maşını xodlamışam. Evə gedim, mənə nə hədiyyə veriblərsə onu göstərəcəm. Aha, dostlar, deməli evdəyəm. İndi sizə hədiyyəni göstərmək istəyirəm. Sağ olsun canım qrup yoldaşım mənə çox qəşəng hədiyyə alıbdı. Onu sizlərə göstərəcəm. Deməli belə bir şey. Bu fincandır. Sonra belə bir şey var. Bu çox maraqlı gəldi mənə. Bunu yəni yoxlayacağam. Bir də bu çox təsadüfən oldu. Mən başıma taxdığım yəni Abadoka belə deyim də bəzəyə oxşuyur. O da eynisini alıbdı. Bir də belə bir şey. Hamıya yeni gündən salam. Deməli indi hara gedirik? İndi Bravo marketə gedirik. İstəyirik evə biraz şarlar falan alaq bəzəmək üçün. Əlavə olaraq da ki, Mırta gedirik. Deyirik Bravo onun üçün biraz gəzək. Həm də ki, biraz axşam yeməyə maraqlı atışdırmalıqlar falan almaq istəyirik. Nəysə gedə bilərik. Sən mənim tripodumsan. Və çatdıq Bravoya. Düşə bilərik. Niyə oturmuşuq mama? Hə mama? Düş. Gedək şar alaq. Şarlar var burada. Belələri var əslində. Prosta paşkada gəl birini götürək istəyirsən. Baxın burada da olmalıdır. Ay yox. Bəzəkli də var. Üstündə yazı yazılan belə bir şeylər də var. Amma bu Happy Birthday idi. Biz yeni il lazımlı da bizə. Yaxşılı hamısı ad gün üçündür bunların. Adilərin bir dənə götürə bilərik. Nəcəb yeni ilə görə yoxdur burada. Üstünə Happy New Year falan yazılan bir şey lazımdır. Yoxdur. İndi gedirik evə. Hamıya salam random bir gündən. Bugün hardayıq? Deməli, bir neçə ildir ki, trenddə olan vision board hazırlamaq üçün gəlmişəm bir neçə şeylər almağa. Yəni burada belə göstərim. Belə bir şeylər stiker kimi və yaxud da şəkilləri çap elədim. Daha sonra belə bir şey aldım. Belə aldıqlarımı belə göstərim. Gördüyünüz kimi. Arxadan siqnalladılar, imkan vermədilər videomu çəkim normal. Tripodu bayaqdan qoymuşam bura ki, bir də əlimdə daşımayım. Tripodla çox qəşəng çəkilişlər gedəcək. Deməli evdəyəm indi. İndi birazdan geyinəcəm və tapdığım o məkana gedəcəyik. Orada vision boardumuzu hazırlayacağıq. Daha sonra isə şəhərə gedəcəyik, soyuq əllərə. Aha, deməli geyindim. Gördüyünüz kimi bu formada. İndi maşındayam. Mamamı gözləyirəm ki, gəlsin. Belə. Niyə biz video çəkəndə həmişə istəmək tutur? Nəysə. Deməli çatdıq restorana. İndi gedirik vision boardumuzu eləməyə. Xahiş edirəm, əsnəmə. Gedirik. Paltarlarımızın dəsliyi. Baxın, burada nə tapmışıq. İndi bunu hazırlayaq. Göstərəcəm sizə son versiyasını. Mama, çaşıb mənimkiləri yapışdırırsan özününkinə. Nədir belə? Lady Boss. Sən rəis olasın. Müdür. Sənə bu ildə müdürlük arzulayıram. Riski qalxasan müdürlüyə.
pul hamıda var, amma getmişəm çap eləməyə. Kişi mən orada deyir ki, səndə də pul var. Deyirəm, deyir pul varsa hamısı var. Gərək vision board ancaq pul yapışdırardıq. Pul varsa hamısı var. Yalan mı? Yəni pulun yalanı olmur. Vision board yazsın, bağlayacağam eləyəsən mən. Təpkeşdən istifadə eləmirsən deyəsən. Bəli. Hazırdır vision boardum mənim də. Ən axırda mən elədim, amma sıxlaşdırdım da. Yəni məqsəd sıx idi burada. Bu da mama sənki də hə. Ay mama, bayaqdan bunu qoymuşam bura kəsdim. Belə. Bu da bizim vision boardumuz. Mən sıx-sıx yerləşdirdim. Xoşlayıram da mən arada boşluq qalmasın. Ay mama. Belə. İndi şəhərə gedə bilərik. Deməli dostlar, Veyslə qoydum, gəldim, çatdım. Qəzasız, bəlasız onu da bacardıq, gəldik. İndi şəhərdəyik. Soyuq əllərə gedirik. Acından da ölürəm bu dəqiqə. Biz orada oturmuşduq da, Central Baku. Bilsəydik elədi, əlimizdə daşımağa nə var idi buradan? Xoşlandı deyirsən. Ne yiyeyim sizcə? Hələ təzə giriş eləmişim, baxıram hələ ki. Bilmirəm nə yiyeyim. Mən göbələk gətirəcəm. Şələli də var. Onu da Oreo'lu götürək. Tərkibi də Oreo'dur, yoxsa ancaq üstündədir Oreo? Üstünde bir de altında da Oreo var. Hə. Qar ilə, çoxlu var ilə. Düz gedin. Və nəhayət bayram günü gəldi, çatdı. Gördüyünüz kimi yeməklər hazırlayırıq burada. Ümid edirəm. Vision board. Vision board. Xahiş edirəm vision board. 26-cı ildə arzularımı qəbul elə. Beni kabul et Evren. Evren beni kabul et. Gör tamamsa dilək tutacağım. Gör tamamdır. No. Vision board. Mama bu bir sutka burada qalacaq. Niyə? Bu burada qalsın bir sutka peki nəsə oldu. Ümid edirəm ki video sizin üçün maraqlı olubdu. Yəni burada yeni illə bağlı çox şeyləri qoydum. Bəzi şeylər var ki, bəzi anlar var ki, yəni yeni illə bağlı onları qoymasam da əsaslarını demək olar ki qoydum. Videonu bəyəndinizsə like atıb abunə olmağı unutmayın. Sağ olun. Hə, bu arada izləmədə də qalın, çünki maraqlı videolar gələcək. Bəli. 2026-ya fərqli bir ab-hava ilə girək.